Busavat.com məlumat verir ki, əməkdar jurnalist Rauf Arifoğlunun günlər öncə ARB 24 kanalında verdiyi proqnoz özünü doğrultdu. O bildirmişdi ki, ABŞ və İsrailin İrana qarşı vur-qaç taktikası ilə zərbə indirməsi labüddür və bu birjalar qapanan kimi Amerikada həftə sonu başlayan anda baş verəcək. Trump'un 2 həftə vaxtınız var bəyanatı inandırıcı değildi, çünki prosesin əsas göstəricisi Trump'ın dedikləri yox, ABŞ hərbi maşınının real hazırlıqları və Netanyahunun davranışları idi. Verilişdən həmin hissəni və Rauf Arifoğlunun sosial mediada paylaşdığı yazılı şərhi bundan belə nə olacağı ilə bağlı proqnozunu oxucularımızın diqqətinə çatdırırıq. Arifoğlu, bu həftə sonu olacağını gözləyirdim. Birjalar reaksiya verənə qədər vur-qaç taktikası ilə İran vurulacaq deyə saytımızda da yazmışdım. Trump'ın 2 həftə vaxt var bəyanatı inandırıcı değildi. Dəli Domrunun nə dediyi önəmli deyil. ABŞ hərb maşınının hazırlıqları və manevrləri ilə bağlı xəbərlər, bir də Netanyahunun davranışları, bəyanatları, bombaları yola çıxdığını göstərirdi. Səngəcək, bundan belə İran rejiminin uzatmağa gücü və raketi İsrail və Amerikanın isə əsası qalmadı. Biraz da irəli geçsələr, İranda hakimiyyət itəcək, hər şey kontroldan çıxacaq, xaos və qlobal köç başlayacaq. İranı bölmək, rejimi dəyişmək qərarı yoxdur. ABŞ-İsrail ittifaqının ABŞ və İsrailin İranın bölünüb də yerində qüdrətli, böyük Azərbaycan dövləti ortaya çıxmasına təhəmmülləri çoxdan yoxdur. Rusiya Güney Qafqazda kiçildi, İranda aradan qalxarsa Türk hamili, Türkiyə-Azərbaycan ittifaqı nəhəng bir coğrafiyada dərhal böyümüş və yeganə amilə çevrilmiş olur. İranın 7 sərhəd qonşusu var. Onlardan 3-ü Türk Dövlətləri Təşkilatının üzvüdür. Türkiyə, Türkmənistan və Azərbaycan. Başqa biri isə qardaşdır. Pakistan İran bölünəcəyi halda TEDit plus Pakistan böyüyür, İran turan olur. 5-ci qonşu Ermənistan da arada tamamən yox olur. Zəngəzur dəhlizi olur. Özü boyda yerdə qalır İraq və Əfqanistan. Bundansa quyruğu qoparılmış, əldən düşmüş şir sərf edir bunlara.